أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إذا السماء انفطرت وإذا الكواكب انتثرت وإذا البحار فجرت وإذا القبور بعثرت علمت نفس ما قدمت فأخرت. إذا السماء انفطرت وإذا الكواكب انتثرت وإذا البحار فجرت وإذا النبور بعثرت وإذا البحار فجرت وإذا النبور بعثرت علمت نفس ما قدمت فأخرت. يا أيها الإنسان ما غرك بربك الكريم. الذي خلقك فسواك فعدلك في أي صورة ما شاء ركبك.
الذي خلقك فسواك فعدلك يا أيها الإنسان ما غرك بربك الكريم الذي خلقك فسواك فعدلك وإن عليكم لحافظين كراما كاتبين يعلمون ما تفعلون إن الأبرار لفي نعيم وإن الفجار لفي جحيم يصلونها يوم الدين وإن عليكم لحافظين
يوم الدين وما هم عنها بغائبين وما أدراك ما يوم الدين ثم ما أدراك ما يوم الدين يوم لا تملك نفس لنفس شيئا والأمر يومئذ لله ثم ما أدراك ما يوم الدين يوم لا تملك نفس لنفس شيئا والأمر يومئذ لله صدق الله العلي العظيم اللهم Allah'ın izni ilə mövzumuz ailə dəyərləri haqqında davam edir. Bu günləri inşallah övlad tərbiyəsi haqqında danışacağıq. Allah Teala mübarək Qurani Kərimin Nisa surəsinin 11-ci ayəsində bizə buyurur: Allah sizə övladlarınızla bağlı ədalətli olmağı əmr etdi. Bu ayəyə diqqət eləyəndə, bu ayəyə baxanda görürük ki, bu ayə bizə başa salır ki, Allah buyurur, bütün övladlarınızla eyni davranın. Onlara qarşı ədalətli olun. Birini digərindən üstün tutmayın. İkisi ilə də eyni rəftar edin. Və onları doğru düzgün Allah Teala'nın buyurduğu kimi tərbiyə edin. Çünki övlad doğulanda məsum doğulur, pak doğulur, günahsız bu dünyaya gəlir. Fikir verin, artıq övlad böyüdükcə görsən yalan danışmağı öyrənir, insanları aldatmağı öyrənir, fitnə fəsad törətməyi öyrənir və başqa pislikləri kənardan öyrənir. Və ya görsən uşağın pis tərbiyə almasından, və yaxud görsən ailələrdə olur da, valideynin səhlənkarlığından, və yaxud pis dostlardan, nə bilim, kənar insanların müdaxiləsindən bu cür nə görsən övladın tərbiyəsi pozulur. Buna görə də İslam dini övlad tərbiyəsində valideynin üzərinə böyük bir məsuliyyət qoyur. Və dinimiz bizə buyurur, bizim diqqət eləmədiyimiz nöqtə. Din bizə buyurur ki, övlad tərbiyəsi ilk öncə ana bətnindən başlayır. Övlad hələ dünyaya gəlməmiş. Deyir, övlad ki, ana bətnində oldu, ananın vəzifəsi, ilk vəzifəsi, vəzifələri çoxdur deyəcəm. İlk vəzifəsi halala, harama diqqət etməkdir. Ana gərək, övlad ki, onun bətnindədir, halal, harama diqqət eləsin.
son illərin elmi axtarışlarının nəticəsi bilirsiniz nədir? Deyir, körpə ki, ana bətnində olda, məhəbbəti də bilir, sevgini də bilir, nifrət də bilir, qəzəbi də. Bunların hamısını hiss eləyir. Hamısını duyur. İndi o qatı cinayətkarlar yoxdur. Onların üzərində də araşdırma aparıblar. Onların üzərində araşdırma aparan psixoloqlar bilsin nə deyir? Deyir, onların çoxunun səbəbi ki, qatı cinayətkar olublar, deyir, ana bətnində olanda psixoloji zədə alıblar, həmən uşaqlar. Heç kim buna fikir vermir. Hətta deyir, bəzilərində araşdırma aparıblar, deyir, övlad ki, ana bətnindəydi, valideyn həmən zaman, üzr istəyirəm, o uşağı abort etmək istəyib. Deyir, o gəlib uşaqda bir zədə qoyubdur, nəticə qatı cinayətkar olubdur. Ana bətnində deyir, uşaq, övlad, psixoloji zədə aldısa, deyir, ona nə qədər gözəl əxlaq versən, nə qədər gözəl yaşatsan, deyir, gözlənilmədən elə bir qəddarlıq eləyə bilər ki, böyüyən zaman. Özün düşünərsən ki, bu uşaq niyə belə etdi? Və buna bir dənə nümunə misal çəkim. Bir dənə dövrün alimidir, 3 övladı var. Onun ikisi çox əxlaqlıdır, çox tərbiyəlidir, hər bir şeyi yerində. Amma 3-cü övladı, belə deyək, balaca övladı tamam bunlardan fərqlidir. İnsanları cana gətiribdir. Deyir, birinin toyuğunu oğuruyur. Uşaqlara daş atır, birinin pəncərəsini sındırır. Da qonşular, cəmaat hamı bezib onun əlindən. Ən pis xüsusiyyəti bilirsin nədir? Deyir, o gəlir qəsəbəyə, həmən məntəqəyə bir nəfər gəlir, su satandır. Deyir, onu görəndə gizlincə, iynə ilə onun sutuluğunu deşir. Ona ziyan verir. Həmən bu su satan da utanır axı, bilir dövrün aliminin oğludur. Da yığılır cana, utanan halda. Gəlir onların evinə. Qapını döyür, alim qapını açır. Deyir, çox-çox üzr istəyirəm səndən. Da cana yığılmışam. Xəcalət çəkə-çəkə gəlmişəm. Alim deyir, nə baş verir, nə olur? Deyir, sən o sonuncu övladın ki var, ha? 3-cü övladın. Deyir, hər gün mənim sutuluğumu deşir iynə ilə. Alim deyir, mən səndən üzr istəyirəm övladım yerinə, məni bağışla. Mən məşğul olacam. Deyir, alim daxil olur evə, başlayır fikirləşməyə. Ki, mən harada səhv eləmişəm, mən nə etmişəm? Mən nə etmişəm ki, mənim bu sonuncu övladım bu işlə məşğuldur. İnsanları incidir, insanları narahat eləyir, amma bir şey tapa bilmir. Xanımını çağırır, deyir, sən də biraz fikirləş. Mən fikirləşdim, bir şey tapa bilmədim. Sən fikirləş, bəlkə sən tapasan. Ana da fikirləşir, yadına düşmür. Bir neçə gün sonra ananın yadına bir hadisə düşür. Gəlir həyat yoldaşının yanına. Deyir ki, övlad mənim bətnimdə olarkən, mənim ürəyim deyir, nar istəyirdi. Deyir, bizim evdə də nar yoxdur. Deyir, qonşunun nar ağacının budağı, diqqətə bax, qonşunun nar ağacının bizə tərəf düşən hissəsi. Budaq düşüb bunların həyətinə. Deyir, orada onları gördüm, deyir, dərmədim narı. İynə ilə deyir, narı deşdim, onun suyundan içdim. Ürəyim istəmişdi də. Onun suyundan içdim, qonşudan da halallıq almadım, heç qonşudan icazə də almadım. Alim deyir, kifayətdir. Elə bu bəsdir. Bizim övladımızın bu günləri, bu cürünə olmağının səbəbi övlad sənin bətnində olarkən sənin haram iş görməyindir. Halallıq almadan bu işi görməyindir. Ona görə bu günləri övladımız bu hala qalıbdır. Diqqət eləyin, mən bunu gedib cahillərin yanında danışsam, deyəcək ki, nə danışırsan, bir dənə nardır da. Narla insan başına belə bir iş gələr, vallahi billahi bundan da ağırları gələr. Ana ki, halala, harama diqqət eləməd ha, vallahi billahi bundan böyük bəlalar gələ bilər. Ona görə dinimiz bizə buyurur ki, övlad tərbiyəsi ilk ana bətnindən başlayır. Ana həmən zamanda halala, harama mütləq diqqət eləsin. İkinci, din buyurur ki, övlad tərbiyəsində ən mühüm amillərdən biri də övladlara qarşı rəhimli olmaq lazımdır. Onlarla yumuşaq davranmaq lazımdır. Və Həzrəti Peyğəmbərimiz İmam Həsən əleyhissalamın üzündən öpür. Onun gözündən öpür. Orada da bir səhabə olur, deyir, ya Peyğəmbər, oturub Peyğəmbərin yanında. Deyir, ya Peyğəmbər, mənim 10 dənə övladım var. Amma indiyə kimi onların heç birinin üzündən öpməmişəm. Nə gözündən öpmüşəm, nə üzündən öpmüşəm. Həzrət buyurur ki, kim rəhm etməsə rəhm olunmaz. Elə bu an, bu saniyə
dur yerindən, get övladlarına rəhm göstər. Onların üzündən, gözündən öp. Onlarla xoş, mehriban davran. Dinimiz bizə buyurur ki, övladı tərbiyə edərkən ən kiçik yaşlarından böyüyənə qədər onlarla rəhimli, yumşaq davran. Belə etsən, bunun nəticəsini də bizə deyir. Hədə istəyir ki, belə eləsən, övlad səni sevəcək, sənə məhəbbət bəsləyəcək və sənin onu tərbiyə etməyin daha asan olacaq. Öz işini bir növ yüngülləşdirirsən. Övladı gözəl tərbiyə eləməyin yoludur. Yoxsa belə olmasın. Bu günləri çox baş verir. Görürsən, valideyn elə, hey uşağa deyir, bunu eləməlisən. Sən bu işi görməlisən. Bunu niyə etmədin? Bunu düz eləmədin? Niyə belə elədin? Ancaq fikir verirsən, uşağa qışqırır. Yəni, ətrafımızda görürük belə valideynləri də, şahid olduq. Məsələn, bu oyuncağı niyə qırdın? Onu niyə aldın? Uşaq artıq bezir ki, bu nə yaşayışdır? Ömür elə belə keçəcək. Elə ancaq mənə qışqıracaqlar, ancaq məni əzəcəklər, ancaq mənim şəxsiyyətimi sındıracaqlar. Adamın həyatında oldu, vallah billah. Bizim işimiz ruhaniyyətdir deyə gəlirlər, o valideynlər gəlir bizim yanımıza. Gəlirlər bir dərd kimi ki, mən uşağa bunu dedim, eləmədi, onu dedim, eləmədi, dedim bunu elə getdi, onun əksini elədi. Vallahi billah, mən bu ruhani olaraq, mən götürə bilmirəm onu. Adam dözə bilmir də, nə qədər mənfi enerji, mənfi sözlər. Bu yazıq uşaq necə dözsün? O cürünə uşaq tərbiyə eləməzlər. O uşaq o sözlərdən heç bir tərbiyə almayacaq. Əksinə psixoloji zədələr alacaq. Ki, həyat budur, valideyn belə olur. Nə deyirik biz hər zaman? Valideyn Allahın rəhmətini yer üzərində göstərməlidir. Sən övlada belə tanıtırsan Allahı. Bu cürünə tanıtırmaq istəyirsən. Sonra deyirsən ki, valideyn yer üzərində Allahın timsalıdır. Gözə mən valideynin beləsə gör Allah nədir? Nəuzubillah. Belə çıxır da, vallah budur. Nəticəsi uşaqda budur. Uşağa deyir, mərhəmət göstər, sevgi göstər, sonra onu şirin-şirin nəsiyyət elə. Deyir, gör necə tərbiyələnəcək. Ata-oğul münasibəti. Bu gün bunu danışım. İnşallah ana haqqında da danışacağım. Ata-oğul münasibətində anaya çox yük düşür. Məsuliyyət ananın üzərində olur. Deyir, ana uşağa öyrətməlidir ki, ataya necə ehtiram etmək lazımdır. Deyir, əgər evdə ana öz həyat yoldaşına, yəni ataya ehtiram eləsə, ata evə daxil olarkən, ana ayaq üstə qalxsa, getsə qapını açsa, yoldaşını xoş qarşılasa və bu işi, deyir, övladının gözü önündə eləsə, həmən övlad ataya ehtiram göstərəcək. Atanın hörmətini saxlayacaq. Ata evə daxil olanda o qalxacaq ayağa. Gedib atasını qarşılayacaq. Atasına hörmət eləyəcək. Yox, əgər. Görürsən, ata evə daxil olur, ana telefonla danışır. Nə bilim, ata evə daxil olub, ana öz işindədir, durmur ayağa. Övlad da görür ki, anam getmədi atanı qarşılamağa. Ataya ehtiram eləmədim, mən niyə ona ehtiram eləməliyəm? Deməli, bu iş bu cürünə də olmalıdır. Bugün var da, bir qonaq gedəndə də görürük. Görürsən, ata evə daxil olub, uşaq uzanıb orada divanda. Televizora baxır, telefonla oynayır. Ona maraqlı deyil daxil olan kimdir? Səbəb, çünki ana zamanında onu uşağa göstərməli idi. Ana onu uşağa göstərmədi ki, ataya necə ehtiram etmək lazımdır. Uşaqlar da bir gün görürsən, ataya ehtiram eləmirlər. Atanın hörmətini saxlamırlar. Düşünür ki, da ata evə daxil oldu, durmağa ehtiyac yoxdur. Ana durmaca bu belə də davam eləməlidir. Bu sözümü yəqin yadda saxlayaq. Əgər bir evdə ki, atanın nüfuzu yoxdursa, ana öz həyat yoldaşına, yəni ataya ehtiram eləmirsə, vallahi, billahi, o uşağın gələcəyi sual altındadır. And ola Allaha. O uşağın gələcəyi problemdir, başdan ayağa. Sonra peşmancılıq çəkməmək üçün bu gün analar övlada tərbiyə verəndə ataya ehtiramı birinci öyrətməlidirlər. Ki, uşaq ataya hörmət eləməlidir. Atanın ehtiramını saxlamalıdır. O gözəl tərbiyə almış, Əhl-i Beyt məktəbinin tərbiyəsini almış Kərbəla qəhrəmanı Həzrəti Əli Əkbərdən danışacağım inşallah. İmam Hüseyin əleyhissalamın oğlu. Yazırlar ki, Həzrət Əli Əkbər ağa Peyğəmbərə çox bənziyirdi. Ona bilirsiniz, şibhi Peyğəmbər deyirdilər. Peyğəmbərin bənzəri. İmam Hüseyin əleyhissalam buyurur, deyir, ailəmizdən kim Peyğəmbərin simasını görmək istəsəydi,
Həzrət Əli Əkbərə baxardı. Həzrət Əli Əkbər döyüş vaxtı. Gəlir atasının yanına, deyir, atacan, mənə icazə ver, mən döyüşə gedim. İmam Hüseyin əleyhissalam övladı Həzrət Əli Əkbərdən soruşur ki, ölümdən qorxmursan? Həzrət Əli Əkbərin cavabına baxın. Deyir, atacan, bir halda ki, biz haqqıq. Biz haqq ola-ola, niyə ölümdən qorxmalıyam ki? İmam Hüseyin əleyhissalam deyir, gözləri yaşalır. Gözü yaşlı halda deyir, oğlum, Allahdan arzu edirəm ki, Allah-u Teala sənə ən gözəl mükafatı versin. Sən nə gözəl oxurdusan, nə gözəl övladsan sən. İmam Hüseyin əleyhissalamın Əli Əkbərə bir başqa cürə aşiq idi İmam Hüseyin. Bir başqa cürə sevərdi Əli Əkbəri. Döyüşə girmək üçün Həzrət Əli Əkbər gəlir atasından icazə istəyir. Ki, atacan, mənə icazə ver, döyüşə girim. İmam Hüseyin əleyhissalam, səhabələr ki, gəlirdilər ki, ağacan, bizə icazə ver, döyüşə girək. Deyir, bəzilərinə dərhal icazə vermirdi. Bəzilərinə deyirdi ki, olmaz sizə döyüşə gitmək. Siz qaydın öz ailəvizin yanına, gedin evə. Dünən Həzrəti Qasimdən danışdıq da, Həzrəti Qasim gəlir icazə istəməyə, İmam Hüseyin ona icazə vermədi. Ta ki, İmam Həsənin məktubunu görənə kimi. Amma Həzrəti Əli Əkbər gəlir ki, atacan, mənə icazə ver, döyüşə girim. İmam Hüseyin əleyhissalam ona dərhal icazə verdi döyüşə girməyə. Yazırlar, Həzrət Əli Əkbər atası ilə vidalaşıb çadırdan uzaqlaşana qədər İmam Hüseyin əleyhissalam deyir, onun uca qamətinə məhəbbətlə baxır. Sevgi ilə baxır. Deyir və Allahla münacat elədi İmam Hüseyin əleyhissalam. Dedi, ya Rəbbim, sən özün bu cəmaatın əleyhinə şahid ol. Deyir, onların üstünə həm əxlaqda, həm görkəmdə, həm danışıqda Peyğəmbərə hamıdan çox bənzəyən şəxs gedir. Biz nə zaman Peyğəmbərin simasını görmək istəsəydik, deyir, Həzrəti Əli Əkbərin simasına baxardıq. Həzrəti Əli Əkbər girir döyüşə, şücaətlə döyüşür. Düşmən tərəfdən nə qədər insanı cəhənnəmə vasil edir. Gəlir İmam Hüseyin əleyhissalamın yanına. Deyir, atacan, mən susuzam. Su istəyirəm, bilirsiniz, neçə günlərdir su içmirdilər. Deyir, atacan, mən susuzam, su istəyirəm. Mənə biraz su ver, su içim, gedim döyüşü davam elətdirim. Bir atanın ən çətin vaxtları. Yəni, təsəvvür elə, çoxumuz ailə başlayıq, övlad gəlir sənin yanına ki, atacan, filan şey istəyirəm. Ata da onu yerinə yetirə bilmir, nə hala qalar insan? Bir şey ki, bu hamının ən çox ehtiyacı olduğu bir şey. Su istəyir. Neçə günlərdir susuzdur. İmam Hüseyin əleyhissalam onu su verə bilmir. Deyir, oğlum, azca da səbr elə. Babam Peyğəmbər sənə cənnət bulağından su verəcək. Deyir, Həzrəti Əli Əkbər məzlum bir halda, çarəsiz bir halda qayıdır döyüşə. Düşmən deyir, bacarmır Həzrəti Əli Əkbəri şəhid eləməyə. Üzbəyüzdülər, bacarmırlar, o qədər güclüydü. Yazır, deyir, düşmən tərəfdən bir nəfər kolun dibində gizlənmişdi. Bir nizə atan idi, bir ox atan idi. Gizlənmişdi kolun dibində. Deyir, indi görün, nə inəyəcəm? Və belə də yazır tarix. Deyir, bu oxu sancacam Həzrəti Əli Əkbərin ürəyinə, qoy İmam Hüseynin ürəyini yandırsın. Deyir, ona belə əzab verəcəm. Görün, nə qədər namərddirlər bunlar. Nə qədər vicdanı olmayandılar. Görün, ataya nə cür əzab verirlər. Deyir, elə də eləyir. Oxu atır, ox gəlir Əli Əkbərin ürəyinə sancılır. Deyir, atdan yerə düşəndə Əli Əkbər deyir, ya əbəti, atacan, harayma yet. Deyir, düşür yerə. Bu namərd düşmən var ha. Bu oxu vurub da onun ürəyinə dözmür. Yenə deyir, ürəklər soymur. Deyir, kimin əlində xəncər, kimisinin əlində nizə, deyir, gəlirlər Həzrət Əli Əkbərin nəişinin yanına, onu tikə-tikə doğruyurlar. Ələ lənətullahi aləl qavmiz zalimin. Behiştin bağlarını çəkməyin mənim gözümə. Behiştin
Gidenin bir arzusu var, gitmeyenin bir arzusu. Cennetin bağları çekmeyin benim gözüme. Cennetten güzel Kerbelası değiller her yarası. Göz yaş ile tez sağlar ağlar. Değiller her yarası. Göz yaş tez sağlar. Yürekte bir sağlanmayan yarası var. Yürekte bir sağlanmayan yarası var. Bir nefer bir alim, bir ağlar yanına yukarı İmam Hüseyin Hasan'ın ziyaret edildi. Gördü amanın bedeni çok yaralı. Diri yukarı o kadri ağladım, o kadar ağladım. Göz yaşı İslas'tayım ben ağlıyorum görürüm ağamın bedenindeki olan yarası. Onda gördüm bu gözyaşları deva değil olsun ağamın yaraları. Ama aynen ses bilmeyen kardeşlerim Dillerinde İmam Hüseyin'in bütün yaraları sarıldı. Ama yüreğinde bir yarası sarıldı. Mücadele ya Hüseyin ya ama yüreğinde bir yarası sarılmadı ama sana kurban, balalarım sana kurban, atam, anam sana kurban, baba. Bütün yaraları sağaldı ama yürekler yaranıya sağalmadı güzel. Dedi bu yürekte Ali Eşler'in davidir, Ali balamın yarasıdır. Benim peygambere benzer balamı doğradılar balam balam, can balam, yaralı balam. Peygambere benzer balam, Ali o kanlı gözünde gözüm kenar olmaz. Ali o kanlı gözüm tenama dağılık olun, aziz oğul, anadan bir kenar olmaz. Çok isterim ki oğul, basın sineme yarar başım. Çok isterim ki basın sineme yarar başım. Nefes kesildi ağır, bunca intizar. Sabah kenar eyleyenden de zülfün arezine eder tezelli ruhum leyley şerif sağlamaz. Anasından kim olsun, anasından kim olsun sana gönül duranım. Bile ki oğluna anaya atmaya bahar olmaz. Bu Kerbela taşlı o Gülşen'e ben
alemde bilir, sen güle çok, gül sana benzer. Ay balım, ay balım, ay balım, bir gülsen, eli bağı dehiş, etri verirsen, biçaranın koyma balam, avara gelirsen. Can balam, can balam, yalan balam. Ali Ekber'in cenazesini getirdiler bir abanın içinde şeyine kabağına. Zeynep geldi kabağına, dedi Ali Can, Ali Can, yalan Leyla'nın gururu. 18 yıl seni besledim, arzuna çatmamışam. Leyla, Leyla, Leyla. Baba, 18 yıl besledim, hiç arzuna çatmamışam. Sana tedarik edip isteğime çatmamışam. Sana gelin getirip oğul, hiç boyuma bakmamışam Ali Can. Lay 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 lay, Ali'm balam. Ay cavan balam, lay lay balam. Ay cavan balam, bağrıkan balam. Daha anam güzeldir, mihriban balam. Güzel ey Ali Ekber, ey mihriban, ey Ali Ekber, ey mihriban, Leyla'nı dindir şirin zamanım. Ey Ali Ekber, ey mihriban, ey Ali Ekber, ey mihriban, Leyla'nı dindir şirin zamanım. Leyla'nı dindir şirin zamanım. Gözleri kana batan lay lay, anasın sözlerine lay lay. Gözleri kana batan lay lay, anasın sözlerine lay lay. Gözleri kana batan lay lay, anasın sözlerine lay lay. Gözleri kana batan lay lay, anasın sözlerine lay lay. Ey Ali Ekber, ey mihriban, Leyla'nı dindir şirin zamanım. Ey Ali Ekber, ey mihriban, Leyla'nı dindir şirin zamanım. Ey Ali Ekber, ey mihriban, Leyla'nı dindir şirin zamanım. Gözleri kana batan lay lay, anasın sözden batan lay lay. Gözleri kana batan lay lay, anasın sözden batan lay lay. Gözleri kana batan lay lay, anasın sözden batan lay lay. Gözleri kana batan lay lay, anasın sözden batan lay lay. Derdimde yarim bitmeydi oğlum, her söz başında eyvah. Ömrüm an olur her ne kadar olsa, dünyada sensiz kala. Derdimde yarim bitmeydi oğlum, her söz başında eyvah. Ömrüm an
meydan o gün meyda yakıldı. Hasti bizi şahanşah mahşer yıkıldı. Düştü vücudlar gene Allahu Ekber. Düştü vücudlar gene Allahu Ekber. Pancar vurdu Ekber. Allahu Ekber. Kan doldu şehra, kan doldu şehra gözlere. Allahu Ekber. Tarasına pancar vurdu Ekber. Allahu Ekber. Kan doldu, kan doldu şehra gözlere. Allahu Ekber. Bir daha pancar vurdu Ekber. Allahu Ekber. Kan doldu şehra gözlere. Allahu Ekber. Mana bahari Ekber'e kaha başaşi. Geldileri yukarıya yekta başaşi. Pehluleri sönmüş kanım Zehra başaşi. Ben yüz verir peygambere Allahu Ekber. Ben yüz verir peygambere Allahu Ekber. Pancar vurdu Ekber. Allahu Ekber. Kan doldu şehra gözlere. Allahu Ekber. Bir daha. Pancar vurdu Ekber. Allahu Ekber. Kan doldu şehra gözlere. Allahu Ekber. Kur'an tanası heylede Afgan'a geldi. Birden umul vay sesledi meydana geldi. Etsin mehalet mucabım Kur'an'a geldi. Fakri yarayı peykere Allahu Ekber. Fakri yarayı peykere Allahu Ekber. Pancar vurdu Ekber. Allahu Ekber. İnşallah kan doldu şehra gözlere. Allahu Ekber. Bir daha. Pancar vurdu Ekber. Allahu Ekber. Kan doldu şehra gözlere. Allahu Ekber. Mecnun atası sesleri Ekber falan koy. Fatme Resulü'ler Anzar falan koy. Yapma bacım seslen ey kardeşim koy. Kızlara abdimece Allahu Ekber. Kızlara abdimece Allahu Ekber. Pancar vurdu Ekber. Allahu Ekber. Kan doldu şehra gözlere. Allahu Ekber. Pancar vurdu Ekber. Allahu Ekber. Kan doldu şehra gözlere. Allahu Ekber. Ekber eyleydir Hamza bani. Salha gözüm gumbeti yarani. Çekin o sensizin zahmetinden. Güd elimden bu müneb zamanı. Gitme ruhi revahım Ali can. Yok yürekte tevahım Ali can. Gitme Ekber.
Goy goy kurban mübarek
میارم عزیزی فتوار فلک دندینی بربلر درب قلبم گردی آفر کربلایا قلبی سر میگی گنگمان نوایا قلبی سر میگی گنگمان نوایا گتیا روی نوام علیجا یورا نوام علیجا Hüseyin'i kasur yâre sultanı geç. Ben Hüseyin'i kasur yâre sultanı geç. Bir adam kavri ölen serdara sultanı geç. Bir adam kavri ölen serdara sultanı geç. Ben Hüseyin'i kasur yâre sultanı geç. Ben Hüseyin'i bir adam kavri ölen bir adam kavri ölen serdara ben Hüseyin'i kasur yâre ben Hüseyin'i kasur yâre sultanı geç. Bir adam serdara bir adam kavri ölen gör Allah salır heykeli sen favrani gör Allah salır heykeli sen favrani bir kardeşleri aşrav zülzül çağrani bir kardeşleri aşrav zülzül çağrani sasmaya ya sasmaya Ben Hüseyin'i kasur yâre sultanı geç. Ben Hüseyin'i kasur yâre sultanı geç. Bir adam kavri ölen serdara sultanı geç. Bir adam kavri ölen serdara sultanı geç. Ahli beyti boynu şaşar için gel Ahli beyti boynu şaşar için gel Tavrat tutmuşum zor için gel Boy boşan iman aşrar için gelmişim dilemem Tavrat sultanı geç. Ben Hüseyin'i kasur yâre sultanı geç. Ben Hüseyin'i kasur yâre sultanı geç. Bir adam kavri ölen serdara sultanı geç. Bir adam kavri sultanı geç. Ben Hüseyin'i kasur yâre sultanı geç. Ben Hüseyin'i
Ahli beyti boymuşam, oğul için gelmişam. Ahli beyti boymuşam, oğul için gelmişam. Hatun tapşırıp, zor için gelmişam. Koymuşam, koymuşam, koymuşam iman, açlar içine gelmişam. Eşkıya kurban, eşkıya kurban.
kim onun nökeridir vasfı güzel cemala heyran olum abar amadıdır rubaba kurban olum abar vasfı güzel cemala heyran olum abar amadıdır rubaba kurban olum abar Hazır min bela Zeynep Allah'ın faridi her şefkat boşalan her kim onun nökeridir gözlerimiz ezaya köşk Allah köşkana canlarımız kurban olan gözlerimiz ezaya köşk Allah sana canlarımız kurban olan Hazır bin bela nasip var Şiilerin hazretine Hazır bin bela nasip var Şiilerin hazretine başına ağları bağlanın Fakrediye Zeynep'una başına bağlanın Küfrü adarsan başına ağları bağlanın Fakrediye Zeynep'una başına bağlanın
hicranından ağlar ağlar. Ya Hüseyin, 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 ya Hüseyin.